Müstəmləkə rejiminin möhkəmlənməsi artıq Azərbaycanda müstəmləkə rejimi qurdu. Komendant idarə üsulundayıq. Komendant idarə üsuluna bağlı bütün məlumatları sizə detallı izah eləmişəm. Gəlin gedişatda əhalinin bunu qəbul edib etməməsindən bağlı prosesə baxaq. Deməli 1840-cı ildə artıq Zavqasi diyarında islahat keçirilmişdi. Bu islahat 10 aprel islahatı. Mən sual verəndə sizə deyəcəm ki, 1840-cı ildə keçirilmiş 10 aprel islahatına görə inzibati islahatı var bunun, bir də bunun məhkəmə islahatı var. İlk öncə gəlin baxaq inzibati quruluşuna. Biz sənə demişdik ki, ərazidə inzibati quruluş dəyişirsə nədə dəyişəcək? Məhkəmə də dəyişəcək, düzdürmü? Ona görə biz inzibati islahat keçiririksə, paralel olaraq hansı islahat keçirməliyik? Məhkəmə islahatını keçirməliyik. İlk öncə yoldaşlar, üsyan səbəbindən dolayı biz 1830-cu illərdə üsyan oldu. Carbağ kənddə, Lənkəranda, Qubada üsyanlar oldu. Və bu üsyanların nəticəsində komendant idarə üsulu ləğv edildi yoldaşlar. Artıq burada yeni bir inzibati quruluşun yaradılmasına ehtiyac var idi. Bu inzibati quruluş Rusiyada olan inzibati quruluşa oxşar şəkildə qurulmuşdu. Gəlin baxaq hansıdır? Quberniya, qəza və sahə inzibati quruluşu yaradılır yoldaşlar. Bir də məhkəmə sistemi də yenidən yaranır. Çünki yenə deyirəm, əgər biz inzibati quruluşu dəyişiriksə, məhkəmə sistemində yenidən dəyişməliyik. Yaxşı yoldaşlar. Gəlin indi yaradılan burada quberniya və vilayəti. Ümumiyyətlə Azərbaycanı biz iki yerə böləcəyik. Gəlin burada bizim xəritəmiz var. Xəritədən bunu baxaq. Bir dəqiqə. Burada bizim xəritəmiz var idi. Baxın yoldaşlar, biz bu ərazini iki vilayətə böləcəyik. Bir Gürcü İmeriya quberniyası olacaqdır, bir də Xəzər vilayəti olacaq yoldaşlar. Bu tən ortadan bu şəkildə böləcəyik yoldaşlar. Gəlin indi baxaq onun tərkibində olan ərazilərə. Gürcü İmeriya quberniyası mərkəzi hara olacaq? Tiflis, Naxçıvan, İrəvan, Yelizavetpol və Carbalakan ərazisi bu quberniyanın tərkibində olacaq. Gürcüstan quberniyası, belə deyək qısa olaraq. Sonra Xəzər vilayəti. Digər yerdə qalan ərazilər, bax, xüsusən buraya yazacağım ki, Qarabağ. Bax, Qarabağ ərazisi yoldaşlar, kimin tərkibində olacaq? Xəzər vilayətinin tərkibində olacaq. Mərkəzlər olur, Şamaxı ərazisi olur. Tən Azərbaycanı iki yerə böldük. Bir qismi Naxçıvan, İrəvan, Yelizavetpol, Carbalakan oldu nə? Gürcüstan İmeriya quberniyası. İkincisi Xəzər vilayəti, digər qalan Xəzər sahili ərazilər, bir də Qarabağ ərazilər hamısı olacaq Xəzər vilayətinin tərkibində. Bir də yoldaşlar, biz sizlə nə yaratmışlar? Erməni vilayəti dedik. Nə vaxt yaranmışdı? 1828-ci ildə hansı ərazilərdə yaranmışdı? Naxçıvan, İrəvan ərazisində yaradılan erməni vilayəti nə vaxt ləğv olunacaq? 1840-cı il 10 aprel islahatına əsasən həmin vilayətdə ləğv edilir yoldaşlar. Bu bizim inzibatidə olan dəyişikliklərimiz. İndi gəlin keçək məhkəmə islahatına. Yenə dediyim kimi, əgər ərazi vahidi necə qurulursa, məhkəmə də ona uyğun qurulur. Məsələn, bugün şəhər var, kənd var, qəsəbə varsa, məhkəmə sistemi də o şəkildə qurulmalıdır. Burada da eyni. Deməli yoldaşlar, quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Vilayətlərin adına uyğun. Aydındır? Sonra, mülki işlər. Biz sizlə əvvəlcə məhkəmə islahatından danışanda demişdik ki, mülki işlərə hərbi məhkəmələrdə baxılırdı. Bu səhra məhkəmələrində bəzən mülki işlərdə baxılırdı. Həmin bu baxılma 1840-cı il 10 aprel islahatına ləğv ediləcək yoldaşlar. Aydındır? Sonra şəriət məhkəmələri saxlanılır. Şəriət məhkəməsi yenə də kəbin, talaq və vərəsəlik işlərindən baxırdı. Nə deyildi bu işi kim baxırdı? Natiq baxırdı. Aydındır? Sonra rus dilində və imperiya qanunlarına əsasən aparılırdı. Ümumiyyətlə biz məhkəmədə hakimlərin burada aparılan icra işləri, digər işlər hamısı hansı dildə aparılırdı? Rus dilində aparılırdı. Bu da ən böyük mənfi tərəflərindən biri idi. Bu dövrdə olan idarəçilik sisteminə bax, Qafqazı idarə edənlər, məsəl üçün məhkəmə idarəsinin kimə tabe olması məsələləri var. Ümumiyyətlə bu idarəsi 1844-cü ilə qədər Cənub Qafqazın baş idarəsi var idi. 44-cü ildə Cənub Qafqazın baş idarəsi ləğv olunur, Qafqaz canişinliyi yaradılır. Qafqaz canişinliyi 1844-dən 1883-cü ilə qədər mövcud oldu. 83-cü ildə ləğv ediləcək. Canişin kimə tabe idi? Çarın təyin, yəni canişin kim təyin edirdi? Çar tərəfindən təyin edirdi. İlk təyin edilən kim olmuşdu? Qraf Mikhail Vorontsov təyin edilmişdi bu əraziyə. Keçdiyi 1846-cı ildə keçirilən islahatı, yəni fərmana baxaq. Bu 14 dekabr fərmanı, bir 6 dekabr var, bir də 14 dekabr var. İlk öncə baxaq 14 dekabr fərmanı. 14 dekabr fərmanına əsasən bizim 1840-cı il 10 apreldə
qurduğumuz inzibati quruluş var idi, Gürcüstan imperiyası və Xəzər vilayəti. Həmin o ikisini də ləğv eləyəcək yoldaşlar. Cəmi 6 il fəaliyyət göstərmiş oldu. Bu ikisini ləğv eləyirik. Nə yaradırıq? Quberniyalar yaradırıq. Quberniyalar hansı olacaq? 46-da yaradılan Tiflis, Kutays, Şamaxı, Dərbənd quberniyaları. Bunlar 46-da yaradılan quberniyalardır. Sonradan yenidən də başqa quberniyalar yaradılmışdır. Gəlin indi baxaq görə hansı quberniyalar yaradılmışdır. Bax, 49-cu ildə İrəvan quberniyası yaradılacaqdır. 59-cu ildə Şamaxı zəlzələsi nəticəsində 46-cı ildə yaradılmış Şamaxı quberniyası ləğv olunacaq. Onun yerində nə yaradılacaq? Bakı quberniyası yaradılacaqdır. 1860-cı ildə 46-da yaradılmış Dərbənd quberniyası ləğv olub, ərazisi Bakı quberniyasının tərkibinə qatılacaqdır. 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradılacaq. Onda belə bir nəticəyə çıxır ki, 46-cı ildə Tiflis, Kutays, Şamaxı, Dərbənd, 49-da İrəvan, 59-da Bakını gətirəcək, 68-də isə Yelizavetpol quberniyalarının yaranma tarixlərini qeyd edəcək. Quberniyaların yaranmağını öyrəndik yoldaşlar. Gəlin indi burada baxaq ağa və bəylərin səlahiyyətlərinə. Yenə də yoldaşlar, ağa və bəylərin səlahiyyətləri əllərindən alınırdı, mülkləri əllərindən alınırdı. Get-gedə isə narazılıqlara səbəb olur. Və bu narazılıqların qarşısını almaq üçün təbii ki, biz 42-ci ildə bununla bağlı tədbir görəcəyik. İlk öncə onların səlahiyyətlərinin alınmasına baxaq. 41-ci ildə Qazax, Şəmşədil, Borçalı nahiyələrinin ağaları, Xəzər vilayətinin bəyləri. Bax, kim olur? Bəy və ağaların idarəçilikdən uzaqlaşdırdılar. Tiyul torpaqlarından məhrum edilirlər. Həm torpaqlarını əlindən alırlar, həm də idarəçilikdən uzaqlaşdırdılar. Bu isə kütləvi narazılıqlara səbəb olur. Və bu narazılığın qarşısını almaq üçün Tiflisdə 42-ci ildə ağaların hüquqlarına dair komitə yaradılır yoldaşlar. Nə vaxt yaradıldı? 42-də. Həmin bu komitə gələcəkdə ağaların, bəylərin hüquqlarının müdafiəsi üçün bizə lazım olacaqdır. Gəlin baxaq görək indi hansı işlər görülür. 42-də bəy və ağaların torpaqlarının müsadirəsi dayandırılır. Yəni o bayaq dediyi, biz hansı torpaqlar alınır? Tiyul torpaqları əlindən alınırdı. Bax o dayandırılır. 43-cü ildə ali müsəlman təbəqələri imtiyazları artıq tanınır. Bunların imtiyazları, səlahiyyətləri tanınır. 43-cü ildə isə artıq biz ayrı-ayrılıqda bəy və ağa deməyəcəyik onlara. Onlara bir adla deyəcəyik. Nə? Ali müsəlman silki adlandırılacaq. Nə vaxtdan etibarən? 43-cü ildən etibarən. Bununla bağlı xronologiya sualı daha çox gəlir. Diqqətli olun. İndi isə keçək 46-6 dekabr reskripi. Biz 46-nın dekabrında 2 islahat gördük. Biri gördük 14 dekabrda, birini gördük indi 6 dekabrda. 14 dekabrda gördüyümüz sırf inzibati quruluşla bağlı olan bir islahat idi. Yəni ərazi quruluşunun quberniyalara bölünməsindən bağlı idi. İndi keçirik 6 dekabr reskripi. Bunun da daha çox tərkibi hissəsi bəy və ağalar haqqında olacaqdır. Gəlin baxaq. Tiyul və mülk eyni kateqoriyaya daxil edilir. Ali müsəlman silki mülk, xalisə tiyul üzərində irsi mülkiyyət hüququ olur. Artıq bəy və ağalar torpağı satmaq, almaq hüquqları qazanırlar yoldaşlar. Bax, burada diqqətli olacaq. Kim qazanır? Bəylər və ağalar bu hüququ qazanırlar. Torpağı sata da bilərlər, ala da bilərlər. Bəy və ağalar artıq, burada bilmirəm, bəy və ağalar artıq polis və məhkəmə hüquqları da formalaşır. Biz bunu 46-da da görəcəyik. 1847-ci il islahatında görəcəyik. Həm 46, həm 47-ci il islahatın oxşar cəhəti bəy və ağalara polis və məhkəmə hüquqlarının verilməsi məsələsidir. Bunu da qeyd etdik. Sonra burada qruplar var idi. Rəyyətlər, rəncbərlər, nökərlər. Bunların hamısı bir qrupu ad verilir. Mülkədar tabelisi. Aydındır? İndi artıq ayrı-ayrı deməyəcək. Rəyyətlər, rəncbərlər, nökərlər. Artıq bir ad verilir. Nə? Mülkədar tabelisi. Və bu sual keçən il yox, ondan əvvəlki il qəbullarda, sınaqlarda, demin sınaqlarında falan burada çox işlənibdir. Və bu diqqətli olsun. Mülkədar tabelisi məsələsi 46-6 dekabr reskriptinə aid olacaq yoldaşlar. Sonra keçək 1847-ci ildə keçirilmiş əsasnaməyə, kəndli əsası 3 istiqamətdə keçirilmişdir. Torpaq, vergi və mülkələfiyyət məsələsinə görə baxacaq. Biz birinci baxaq torpaq məsələsinə. Hər 15 yaş çatmış kişilərə 5 desiyatin nə verilirdi?
torpaq verilirdi. Vergi məsələsinə gəldikdə isə onda 1/3 mal cəhət vergisi, çöpbaşı vergiləri verirdilər. Təyin olunmuş bu vergilər var idi. Bəs yaxşı, mükəlləfiyyət vəzifəsi nədir? Onlar bir ara getməli idilər. Sonra əvrəzə getməli idilər 2 gün ildə. Bu məsələlər var idi ki, indi bunların da ləğvinə baxacaq. Sonra yoldaşlar, biz sizlə deməli 46 və 47-ci il islahatlarının ortaq məsələlərinə baxaq gəlin. 46-cı il islahatı ilə 47-ci il islahatının ortaq cəhətlərini. Bayaq dedim, kimlərə hansı hüququ verdik? Bəy və ağalara polis və məhkəmə hüquqlarının verilməsi. Həm 46, həm də 47-ci il islahatının ortaq cəhəti. Eyni zamanda yoldaşlar, ümumiyyətlə biz 19-cu əsrdə keçirilən 46 olsun, 40-10 aprel islahatı olsun, 47-ci il islahatı olsun, ondan sonra 70-də keçirilən islahat olsun. Bütün bu islahatlar hamısı kimə aid olacaq? Sahibkar kəndlər. Bax, bir dəfəlik ağlımızda bunu daim yadda saxlayırıq ki, 19-cu əsrdə bizim gördüyümüz islahatlar hamısı kimə aid olacaq? Sahibkar kəndlərə aid olacaq. Əgər bu islahatlarla bağlı hansısa cümlədə dövlət kəndlisi gördünüzsə, həmən üstündən xətt çəksiniz. Yaxşı?